Əlbəttə, qardaş soruşur, deyir, Rəşad qardaş, işləyirəm, cümə namazına getməyə bilərəm. Soruşdum, dedilər ki, işləyirsənsə cümə namazına getməyə bilərsən. Biz deyirik ki, batildir qardaşım, işi tərk elə. Cüməni tərk edirsən ki. İşləyirəm, cüməyə gedə bilmirəm. İşi tərk elə, cümə namazına get. Belə olmalıdır. Qayda budur. Niyə? Hə, Ruslan, niyə? Çünki cümə fərzdir. Cümə sünnə deyil, fardul kifayə deyil. Cümə fardul əyndir. Əyn olaraq fərzdir sənə. Kim ki, insan kişidirsə, buradan kim çıxdı? Qadın. Hə? Həddi buluğa çatıbsa, kim çıxdı buradan? Uşaq. Azaddırsa, kim çıxdı buradan? Qul. Quldur da, ağasının yanındadır, buraxmır. Və muqimdirsə, nə çıxdı buradan? Muqim, səfər, müsafir çıxdı. Bütün alimlər ittifaq, icma ediblər ki, cümə namazı fərzdir ona. İmam İbn Abdülbar rahiməhullah İstidqar kitabında icma nəql edir, İbn Qudamə Muğni əsərində icma nəql edir, İbn Munzir icma kitabında icma nəql edir ki, bütün müsəlmanlar ittifaq ediblər ki, cümə fərzdir. Fardul kifayə deyil. Ruslan getdi, mənim üzərindən qalxdı. Bəzilər getdi, bəzilər. Yox, qardaşım, fardul əyindir cümə. Qardaş, mən sual verirəm sənə. Sən işə görə əsir namazı qılmırsansa, məğrib, işanı da misal üçün, o işdə işləyə bilərsən, yoxsa yox? O bir ağızdan deyəcək ki, sənə, qardaş, işivi tərk elə, namaz qıla bilmirsən orada. Yox, sən tərk edəcəksən də işivi. Sən hər dəfə, mən işdə məsələn, qoymurlar məni əsir namazını qılmağa. Sən işləyəcəksən orada, sən işi tərk eləməlisən də, elə işi tapmalısan ki, namazı qıla biləsən orada. İndi də bu. Sən cüməni niyə tərk edirsən? İş tərk elə də. İşləyirəm, Rəşad qardaş, dedilər ya, işləyirsənsə, qardaş, işi tərk elə, Allaha dua elə, Allah subhanahu wa ta'ala sənə xeyirli iş nəsib etsin. Allaha görə tərk etsən, Allah qısa vaxtda sənə müvəffəq edəcək onu. Cüməni tərk etmək olmaz işə görə. İş tərk olunur namaz üçün. Allahın əmri, fərz əmri qabağa çəkilir vallahi. Burada istisna hallar hansıdır? Müəyyən işlər var ki, məlumdur hamıya. O işlərdə o istisnadır. O işlər istisnadır. Biz hansı işləri deyirik? O ümumi kütlə müsəlmanlar işləyirlər. Bir dükanda işləyir, bilim sazını əsas satır. Qardaş, işi dəyiş. Amma yox, məsələn, biri deyə bilər ki, yox, Rəşad qardaş, mən bilirəm, istisna işlər var. Bilim, məsələn, dövlət işində işləyir. Bilim, məsələn, təcil yardımda işləyir. Zəng ediblər, gedir xəstənin yanına, yolda cümə vaxtına düşüb. O neynəsin? Bu istisnadır, istisna hallar var. Müəyyən hallar var, amma ümumən bu cəmaatın bizim bildiyimiz insanlar yox, işləmirik. Başa düşdünüzdə nə demək istəyirəm sözümün canı? Qardaş, sən işi tərk eləməlisən. Özüvə elə iş qur ki, o cüməyə mane olmasın. Özüvə elə iş qur ki, oruca mane olmasın. Özüvə elə iş qur ki, fərz namazlarını qılmağa mane olmasın sənə. Mən nə edirəm ki, o işi mən orada oruç tuta bilmirəm, dəyişirəm işimi. Mən nə edirəm ki, o işdə mən sübh namazını qıla bilmirəm orada, dəyişirəm işimi. Yoxsa qalıram, sübh namazı qəza verirəm. Allahın əmrini ikinci növbəyə salıram. Mən nə edirəm ki, o işdə cümə namazına gedə bilmirəm, hə? Eyni şeydir.